Salam əziz tələbələr bir də. İşimiz nədir bu günləri? Y bərabər sinus x və y bərabər kosinus x funksiyalardır. Y bərabər sinus x və y bərabər kosinus x funksiyaları. Tələbənin birinci işi hər iki funksiyanın qrafikini dəqiq çəkməyi bacarmalıdır. Dəqiq deyəndə ki, sxematik çəkirik, amma müəyyən nöqtələr var, müəyyən əlamətlər var ki, onlar dəqiq görünməlidir. Birinci addım. Sinus x funksiyasının qrafikini çəkirəm. Bunun üçün nə edirəm? Bura bir məsafə verdim, bura bir 1 yazdım. Eyni məsafəni verərək burada bir mənfi 1 yazdım. Bura 0, bura pi bölü 2, bura pi, bura 3 pi bölü 2, bura 2 pi. Bu tərəfə də eyni məsafədən mənfi pi bölü 2, mənfi pi, mənfi 3 pi bölü 2, mənfi 2 pi. Bunu yazdıq. Sinus 0-da 0 alır, pi bölü 2-də 1 alır, pi-də 0 alır, 3 pi bölü 2-də mənfi 1 alır, 2 pi-də 0 alır, mənfi pi bölü 2-də mənfi 1 alır, mənfi pi-də 0 alır, mənfi 3 pi bölü 2-də 1 alır, 2 pi-də 0 alır. Nöqtələri dəqiq qeyd elə. Və bu qrafik. Bu qrafik hər iki tərəfə sonsuz gedir. İndi eyni ilə kosinusun da qrafikini çəkməliyik. Və bu qrafikləri çəkmək sizə məsələdə, misalda nə kimi əhəmiyyətə malikdir? Bir-bir vurğulayacaq. Bir-bir vurğulayacaq. Yəni qrafiki çəkmək en qədər məsələnin cavabıdır. En qədər məsələnin. Və aydın olmursa da deyirsən ki, Süleyman, bu nədir çəkdi? Bir də izah eləyək, problem deyil. Bura 1. Bura mənfi 1. Bura 0. Yenə də eyni gedişlər. Amma müəyyən qədər indi burada qiymətlərdə fərq yaranacaq. Mənfi pi, mənfi 3 pi bölü 2, mənfi 2 pi. Sinus 0-da 0 alırdı, kosinus da 0-da 1 alır. Pi bölü 2-də 0 alır, 3 pi-də mənfi 1 alır, 3 pi bölü 2-də 0 alır, 2 pi-də 1 alır, 2 pi-yə uyğun qiymət. Mənfi pi bölü 2-də 0 alır, mənfi pi-də mənfi 1 alır, burada 0 alır, burada 1 alır. Yəni bunun qrafikini çəkməyə çalışsaq, belə bir qrafik. Hər iki qrafiki çəkdik. Birinci addım. Qrafikdən nə görünür? Rüblər üzrə funksiyanın özünü necə aparmağı? 0-dan pi bölü 2-yə kimin rübləri yaddan çıxarıbsa, biz qeyd edək. 0-dan pi bölü 2-yə, yəni 0 dərəcədən 90 dərəcəyə birinci rübdür. 90-dan 180-ə ya da pi-yə, pi bölü 2-dən pi-yə ikinci rübdür. Pi-dən 3 pi bölü 2-yə, yəni 270-ə üçüncü rübdür. 3 pi bölü 2-dən 2 pi-yə, yəni 360-a dördüncü rübdür. Əgər biz rübləri biliriksə, indi qrafika baxaq. 0-dan pi bölü 2-yə birinci rübdür. Pi bölü 2-dən pi-yə ikinci rübdür. Pi-dən 3 pi bölü 2-yə üçüncü rübdür. 3 pi bölü 2-dən 2 pi-yə dördüncü rübdür. Rüb getdim. İndi fikir ver. 0-dan pi bölü 2-yə bu funksiya birinci rübdə artır, üzü yuxarı gedir. İkinci rübdə azalır. 3-də də aşağı düşür. Azalır. 4-də artır. Bu azalma artma bizim nəyimizə lazımdır? Məsələn, düşür sinus 30 dərəcə, sinus 40 dərəcə. Tələbə başa düşür ki, 30 da 40 da neçənci rübdədir? Birinci rübdə. Birinci rübdədirsə, sinus birinci rübdə necə funksiyadır? Artan funksiyadır. Bu o deməkdir ki, böyük elə böyük qalacaq. Yəni sinus 40 böyükdür sinus 30'da. İndi fikri başa salmaq üçün ki, o artma azalmanın nə dəxliyyatı var? Gəlin kosinusa baxaq. Kosinus birinci rübdə azalır. 2-də azalır. 3-də
Üzü yuxarı gedir, artır. 4-də, bura 4-cü rübdür. Yenə də artır. İndi məsələn, mənə desələr ki, kosinus 30 və kosinus 40-ı müqayisə elə. Deyəcəm ki, bu rübdə 30-40 birinci rübə düşüb. Birinci rübdə kosinus nədir? Azalandır. Əgər kosinus azalandısa, kiçik böyüdür, böyük də kiçikdir. Yəni, böyük olan hansıdır? Kosinus 30. Fikir verilirsə, yeri dəyişdi. İşarə dəyişdi. Artma azalmanın ciddi rolu var. Sonra, məsələn, imtihana belə bir sual düşə bilər. Hansı rübdə y bərabər sinus x və y bərabər kosinus x funksiyalarının hər ikisi artandır. Hər ikisi artandır. İlk baxışdan problemli sualdır. Uşaqlar məsələn deyir 3. Baxaq 3-ə. 3-cü rübdə sinus necə funksiyadır? Azalan, alınmadı. Baxaq 4-ə. 3-də sinus nədir? Artandır. Kosinusa baxaq. Kosinus da nədir? Artandır. Deməli, cavab nə? 4. 4-cü rübdə hər iki funksiya artandır. Amma bunların sən qrafikini çəkməmisənsə, artma azalmada ilişə bilərsən. Qrafik təkcə ona lazım deyil, görün indi nə qədər şey lazım olacaq. Növbəti atdım. Bu funksiyaların işarələrini görmək olar. Birinci rübdə sinusun qrafiki x oxunun üzərindədir. Ona görə müsbət işarəyə malikdir. İkinci rübdə də x oxunun üzərindədir. Yenə də müsbətdir. Üçüncü rübdə x oxunun altındadır. Mənfidir. Dördüncü rübdə x oxunun altındadır. Mənfidir. Bunun bizim nə xeyri? Məsələn, mənə deyirlər sinus 130 və ya sinus 230. Bunların işarələrini təyin elə. Tələbə bilir ki, 130 dərəcə 90-dan 180-in arasındadır. Yəni, ikinci rübdədir. İkinci rübdə sinusun işarəsi nədir? İkinci rübdə işarə müsbətdir. Deməli, bu sıfırdan böyükdür. 230. 230 arada yerləşir. 180-dan böyük, 270-dən aşağıdır. Üçüncü rübdür. Sinusun üçüncü rübdə işarəsi mənfidir. Razısınızsa. Kosinusa baxaq işarələrinə. Kosinusun işarəsi birinci rübdə nə olacaq? Müsbət. 2-də nə olacaq? 3-də nədir? 4-də nədir? Qrafikdən biz işarələri nə edə bilirik? Görə bilirik. Hər rüb üzrə işarəni gördük. Ümid eləyək. Ardından onda bunlar nə deməkdir? Yəni, bunları deyək ki, dərk elədiksə. Məsələn, kosinus 130-a baxaq. Kosinus 230-a baxaq. 130 düşdü ikinci rübə, kosinusun ikinci rübdə işarəsi oldu mənfi. 230 3-ə düşdü, orada da mənfi. Gördüyünüz ki, burada ikisi də mənfi çıxdı. Deməli, işarələri görməyə qrafik kömək eləyir. Artma azalmanı görməyə kömək eləyir. Növbəti. Qrafik təyin oblastını görməyə kömək edir. Hər iki funksiyanın təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni nə deməkdir? Hər iki funksiya sağa da, sola da sonsuz nə edir? Uzanır. Hər iki tərəfə. Yəni burada məhdudiyyət yoxdur ki, mən sinusa məsələn 300 dərəcə, 400 dərəcə qoya bilmərəm. Elə bir şey yoxdur. Nə istəyən yaz. Ancaq qiymətlər çoxluğu deyilən anlayış var. Y-in aldığı qiymətlər. Bu qiymətlər mənfi 1 ilə müsbət 1 arasında dəyişir. Görürsə, mənfi 1 ilə müsbət 1. Bu da mənfi 1 ilə müsbət 1 arasında dəyişir. Yəni, qiymətlər çoxluğu hər ikisi üçün hansı aralıqdadır? Burada özə təhlükəli suallar vermiyorlar. Nümunə və nümunə gedək. Görək nə cür sual salmaq olar bunlar. Nümunə 1. Şərt qoyaq. 10 nümunə göstərəcəyik. 10 nümunə nəyə? Qiymətlər çoxluğuna. 10 nümunə. Sırf qiymətlər çoxluğuna.
Qeyd edim ki, qiymətlər çoxluğu sözü yerinə ən böyük qiyməti tap, ən kiçik qiyməti tap da deyə bilərlər. Bunun nə xeyri? Ən böyük qiyməti tap deyəndə, ən kiçik qiyməti tap deyəndə. Onsuz da qiymətlər çoxluğunu tapırsan, 1 məsələn burada ən böyük qiymətdir, -1 ən kiçik qiymət. İndi y bərabərdir 3 sinus 2-də 1x. Sualların hər biri nəyədir? Qiymətlər çoxluğunu tap. Sinus 2-də 1x-dir, 5-də 1x-dir, 15-də 1x-dir, heç bir fərqi yoxdur. Qiymətlər çoxluğunu tapmaq istəyirsənsə, 3 vurursan, sinusun yerinə 2-də 1 ilə birlikdə. Hər şey ilə birlikdə. -1, 1. 3'ü -1, 1'e vurdun. -3, 3. Sonraki. Deyək ki, bu aydındır. Nümunə 2. Y bərabərdir 21 böl 7 çıx 3 modulda sinus x. Qeyd edirəm ki, -1, 1 həm sinusa, həm kosinusa aid. Burada tələbənin düşünməli olduğu birinci fakt. Modulda sinus x harada qiymət alacaq? 0,1'də alacaq. Niyə? Çünki əgər sinusda, kosinusda -1, 1 isə, onu modula salırsansa, modula mənfi çıxa bilməz. Bu səbəbdən də sinus x-in aldığı qiymətlər nədir? 0,1. Burada qiymətlər çoxluğunu tapmaq üçün nə edəcəm? 21 böl bu qiymətlər çoxluğunu tapmağa çalışıram. 7 çıx 3 vurulsun 0,1. Olur. 21 böl 7 çıx 3'ü 0'a vurduq. 0. 3'ü 1'e vurduq. 3. 21 böl 7'den 0 çıxdım. 7. 7'den 3 çıxdım. 21'i 7'ye böldüm. 21'i 4'e böldüm. Və cavab oldu hansı aralıq? 3-7 arası. Hə, özüm 21'i 4'e bölmək 7 eləmədi. Ağıl çıxartdım. 21'i 4'e bölün nə qədər elədi? 5 tam %25. Elə mi? Fikir çatdı. İndi baxaq növbətiyə. Bu tərəfi silirəm. Ümid edirəm ki, yetərli vaxt verildi buranı köçürməyə. Nümunə 3. 10 nümunə deyiləcək. Nümunə 3. Y bərabərdir. Y bərabərdir. 2 kosinus kvadratı 5x çıx 1. Qiymətlər çoxluğunu tap. Burada tələbə başa düşür ki, kosinus sözü hansı aralıqda idi? 0,1'də idi. Amma kosinusun kvadratı varsa, kvadrat orada kosinusun özü -1, 1'də idi. Kvadratı varsa 0,1'də. Çünki mənfiyə kvadrat icazə vermir. Onda olur 2 vur. Çıx 1. 2'ni 0'a vurduq. 0. 2'ni 1'ə vurduq. 2 çıx 1. Bu nə qədər elədi? -1, 1. Razı mı? -1, 1. Nümunə 4. Y bərabərdir. Sinus x vur kosinus x. Üstə gəl 3'də 1. Sinus x 0,1 değil. İndi burada sinus x də var, kosinus x də var. Bunun üçün biz qəlib öyrətdik sizə, hazır qəlib. Amma indi o qəlibi bilmirsinizsə belə. Nəyi yadda saxlamaq lazımdır? 2 qat argument düsturu var. Sinus 2x 2 sinus x vur kosinus x'dir. Bunu əzbərləmisənsə, buradan sinus x vur kosinus x'i tapmaq istəyirsənsə, 2'də 1 sinus 2x'ə bərabərdir.
Deməli, sinus x vur kosinus x 2-də 1 sinus 2x-ə bərabər. Yəni, burada avtomatik bir əvəzləmə aparırsan. 2 dənə funksiyanın eyni vaxtda işləmək olmur. Bunları birinə gətirirsən. Neynədik? Oldu 2-də 1 sinus 2x üstə gəl nə? 3-də 1. Sinus 2x olmur, milyard x olsun. Sinusun aldığı qiymətlər hansı çərçivədədir? Mənfi 1, 1. Burada qiymətlər çoxluğunu tapıramsa, 2-də 1-i mənfi 1-1-ə vururam. Olur mənfi 2-də 1. Üstə gəl qıraqda 3-də 1. Ya da ömür billahlıq həmişəlik əzbərləyirsən. Bir qəlib kimi ki. Sinus x vur kosinus x gördüm. Qiymətlər haradadır? Mənfi 2-də 1, 2-də 1 arasındadır. Üstdən bu nə gələcəyindi? 3-də 1. Mənfi 2-də 1-in üstə 3-də 1 gələndə. Mənfi 6-da 1. 2-də 1-in üstə 3-də 1 gəldik. 6-da 5. 4 nümunə deyildi. Silirəm bu hissənin hamısını. Ya da buranı silə elədik. Qrafikləri silmirəm, çünki mən qrafiklərini hələ də işləyəcəm. Hər nümunə əvvəlkinə nisbətən biraz daha çətin gəlir. Nümunə 5. Nümunə 5. Y bərabərdir. Sinus kvadratı x, kosinus kvadratı x, çıx 1. Bunun qiymətlərini istəyir. Tələbə başa düşməli idi ki, bayaq biz sinus x, kosinus x üçün nəyə əzbərlədik? Mənfi 2-də 1, 2-də 1 arası. Burada bunun nələri var? Kvadrat mənfi tərəfə gedə bilməyəcək. Yenə diqqətli olaq. 0, 4-də 1. 4-də 1 aradan çıxacaq? 2-də 1-in kvadratı. Yəni, bunun alacağı qiymət 0, 4-də 1-dir. Yenə diqqətli olaq. Başa düşmürük, soruşaq. Yəni, müəllimin işi elə oldu. Ki, izah eləsin. 0, 4-də 1. 0-dan neynəyək? Biri çıxaq. Mənfi 1. 4-də 1-dən biri çıxaq. Mənfi 4-də 3. Bu da aldığımız qiymət. Keçdik növbətiyə. Nümunə 6. Nümunə 6. Y bərabərdir. 3 sinus kvadratı x çıx 4 kosinus kvadratı x. Qiymətlər çoxluğu. Baş ağrısıdır. Niyə baş ağrısıdır? Sinusun da kosinusun da burada neyi var? Kvadratı var. Hələ üstə gəl, bunlar bir funksiya deyil də, bizə neçə funksiyadır? 2. Bunu nə cürsə bir funksiyaya gətirmək lazımdır. Nə cürsə bir funksiyaya gətirmək lazımdır. Ağlımıza gəlir ki, kosinus kvadratının yerinə nə yaza bilərəm? 1 çıx sinus kvadratı x yazarım. Eləmi? Yazdım. Oldu 3 sinus kvadratı x çıx 4 üstə gəl 4 sinus kvadratı x. Bu da elədi 7 sinus kvadratı x çıx nə? 4. Bu gedişin bizə nə xeyri? 7 sinus kvadratı x çıx 4'ün. Artıq mən bilirəm ki, sinus özü hansı aralıqda idi? Mənfi 1-1'də idi. Kvadratı varsa 0-1'dədir. Kvadrat 0-1'dədir. Onda buradan y-i tapsam olacaq 7 vur 0-1 çıx nə? 4. 7'ni 0'a vurduq. Çıxdıq 4. Mənfi 4. 7'ni 1'ə vurduq, çıxdıq 4. Bunu yazan adam, bir dəfə yazan adam. İkinci dəfə saniyəyə yazacaq bunu. Niyə? Birizə saniyə keçəcək. Rəqəmlərə fikir ver. Neçə aldın? Buradakı əmsallara fikir ver. Biri 3'dür. Yəni, bu nümunə 6'da dayanmışıq. Yəni, əgər sən görürsənsə ki, a sinus kvadratı x üstə gəl b kosinus kvadratı x verilibsə, bunun qiymətlər çoxluğu balacadan böyüyə, a-dan b-yə vəssalam. İndi məcburi deyil, a-dan b-yə olsun, b-dən daha iyi ola bilər. Yəni, kiçikdən böyüyə. Məsələn, o misal üçün niyə belə oldu? Misala baxaq. 3 sinus kvadratı x
Çıx 4 kosinus kvadratı x idi da. Bu B bizdə nədir? Mənfi 4'dür. A 3'dür. Qiymətlər çoxluğu avtomatik nə oldu? Fikirləşmədən. Mənfi 4, 3. Biz burada fikirləşib tapdıq. Amma artıq ikisinin də üstündə kvadrat görürsənsə, bundan sonra birbaşa əzbərləyə bilərsən. Ki, elə əmsallarla işlə. İndi, nümunə 7-ni deyək, bu xassənimizi istifadə edək birbaşa. Buranı silək. Bir daha deyirəm, bunları ona görə demirəm ki, sıx-sıx yazıram ki, bunlar bizə hələ də lazımdır. İşlədəcək indi. Mənaları lazımdır. Amma burada əsas güc yaddaşa düşür. Yaddaşın yaxşıdırsa, işlədinsə bütün tipləri göstərir müəllim. Yəni, nə enilər eləsinlər? Yazırsan. Nümunə 7. Belə bir misal. Y bərabərdir. 5 sinus kvadratı x. Üstə gəl. 7 kosinus kvadratı x. Çıx 3. Tələbə deyər ki, burada mənim 3'də var. Cavab 2, 4. Niyə? Birinci bu hissənin bu qaydaya görə qiymətlər çoxluğu nədir? 5, 7'dir. Əlavə qıraqda neyimiz var? 3'ümüz var. 5, 7'dən də 3'ü çıxdıq. 2, 4. Və salam. Kafavı işləd. Yalnız işləyən kafadan nəsə xeyri var. 2, 4. Keçdik. Növbəti problemlə üzləşə bilərik. Ola bilər ki, bu belə formada olsun. Üstlərində kvadrat olmasın. A sinus x, B kosinus x. Bunu tək funksiyaya gətirmək hər oğlun işi deyil. Amma mən hazır qəlib verim sizə. Bayaqki kimi asad deyil ki, sən bunu bir dənə funksiyaya gətirəsən. Burada toplama teoremindən istifadə edərək sinus alfa plus bettanın üstünə gətirəcəksən. Ancaq bu hələlik sizin üçün tez olduğuna görə nə inirsən? Bunların kvadratları yoxdursa sən R deyilən bir anlayış tapırsan. R bunların kvadratlarının cəmi olur. Kökün altında. Qiymətlər çoxluğu da olur. Mənfi R R parsası. Qiymətlər çoxluğuna aid nümunə 8'i deyirəm. Məsələn, nümunə 8. Baxırıq misalımıza. Misalımız belə olsun. Həmin misal olsun, kvadratsız. 3 sinus x çıx 4 kosinus x. Neynəyəcəyik? Birinci eri tapacağıq, bəli. 3'ün kvadratı üstə gəl nə? Elədi 5. Qiymətlər çoxluğu oldu. Mənfi 5, 5. Rahatlıqla buraxılışı o da düşə bilər. Nümunə 9. Buradan deyirəm. Fikir çatdı, ümid eləyək. Növbəti bir qəlib öyrətmişdik. Bunu da yadda saxlamaq sərfəlidir. Sinüstü 4x, üstə gəl kosinüstü 4x. Bunu da bir funksiyaya gətirmək elə də rahat deyil. Fikirlərimizi toparlayaq. Bunun qiymətlər çoxluğu vermişdik 2'də 1, 1. Yəni birbaşa əzbərləsən daha tez olar. Nəinki çıxartmaq. Məsələn, nümunə 9'da elə bunu göstərək. Nümunə 9'da. Y bərabərdir. 6 sinüstü 4x. Üstə gəl 6 kosinüstü 4x. Digər qiymətlər çoxluğunu tap. Çox gözəl. 6'nı çıxardaram çölə. Sinüstü 4x, kosinüstü 4x. Qiymətlər çoxluğu da olar. 6 vurulsun 2'də 1, 1. Bu da olacaq 3, 6. Ümid edək razıyıq. Ümid edək razıyıq. Keçək növbəti işə. Dedik bizə bu qrafiklər lazımdır. Buraxılışa düşmüş bir sualla da davam edək. Buraxılışa düşmüş. Və qrafiklərin niyə lazım olduğunu indi yenə də hiss eləyək. Məsələn, yazılıb ki, kosinus x bərabərdir a çıx 2 x pi bölü 2 3 pi bölü 2 aralığındadır.
A-nın qiymətlərini tap. Tələbə qrafiki bilməsə, göz yumlu işləməyə çalışsa, kosinus pi bölü 2-də 0 alır. Kosinus 3 pi bölü 2-də də nə alır? Götürüb orada 0 yazacaq, A-2 bərabər yazacaq 0-a, A da olacaq neçə? 2 və səhv çıxacaq. Qrafiki görmək lazımdır ki, pi bölü 2-dən 3 pi bölü 2 haradır? Fikir ver. Bu yazmaq yerinə deyəsən pozur. Bu hissədə bizdə. Hissəni gördün. Bu hissənin aşağısını gör, yuxarısını gör. Bu hissənin aşağısı -1-dir, yuxarısı 0-dır. Deməli, əgər x pi bölü 2 ilə 3 pi bölü 2 arasındadırsa, -1 ilə bu -1 ilə 0 arasındadır. Bu nümunə 10 idi. -1 ilə 0 arasına düşür. Bərabərdir nəyə? Açıq ki. 2-ni də atıram bu tərəfə. -1-in üstünə 2 gəldi. 1, 2. Deməli, A1 2 aralandadır. Ümid edək ki, çatdı. Bunları hamısını emal eləmək üçün bu video ona görə çəkilir ki, otur bir də bax. İndi əfsuslar olsun ki, bəzi uşaqlar diqqətli olmur, bəzi uşaqlar yatır və s. və ilə axır. Əlimizdən gələni eləməliyik. Nəticə istəyən əziyyət çəkir. Nəticə istəyən gecəsini gündüzünə qatır, işləyir. İndi sildim bu hissəni. Funksiyalar haqqında nə görə bilirik? Y bərabərdir. Sinus x funksiyası. Y bərabərdir sinus x funksiyasının qrafiki. Şəkildən nə görür? Y bərabər sinus x funksiyasının qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdir. Bunu şəkildən görmək olar ki, simmetriya var burada, amma koordinat başlanğıcına nəzərən. İstənilən hansı ki funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simmetrikdirsə, bu funksiya tək funksiyadır. Deməli, y bərabər sinus x funksiyası y bərabər sinus x funksiyası tək funksiyadır. Bu nə deməkdir? Bu deməkdir ki, sinus -x olsa, mənfi sinus x-ə bərabər olacaq. Yəni, məsələn, sinus -30 dərəcə, mənfi çıxır sölə, mənfi sinus 30 dərəcə. Bunu da cədvəldən əzbərləyirsən ki, sinus 30-da neçə alır? 2-də 1. Fikirlər toparlanır, əlinizdən gələn eləyirsiniz. Keçdik. Bu tərəfi silirəm. Bunun qrafikindən nə görsənir? Nə? Sinus 30-da neçə alır? Qarşısında bir dənə də mənfisi oldu, mənfi 2-də 1. Sinus -30 idi. Biz dedik ki, bu mənfi neynədir? Çıxdı söylə, oldu mənfi sinus 30. Sinus 30-da neçə aldı? 2-də 1. Qarşısında da bir dənə mənfisi, mənfi 2-də 1. Razı mı? Başa düşmürüksə soruşuruq. Səma, diqqətli olaq. Keçdik. Y bərabərdir. Kosinus x funksiyası. Bunda da simmetriya var. Fikir verin, y oxuna nəzərən bunu qatlasan, fiqur üst-üstə düşür. Y bərabər kosinus x funksiyasının qrafiki OY, yəni ordinat. Ordinat oxuna nəzərən simmetrikdir. Hansısa funksiyanın qrafiki ordinat oxuna nəzərən simmetrikdirsə, o funksiya cüt funksiyadır. Deməli, y bərabər kosinus x funksiyası cüt funksiyadır. Yəni, kosinus -x olsa, bu mənfini yiyəcək,
Məsələn, 2 nümunə göstərim. Kosinus mənfi 30 dərəcə. Bu ilə bərabərdir nəyə? Kosinus 30 dərəcəyə. Kosinus 30'un da qiyməti kök 3 bölü 2'dir. İndi diqqətli olaq. Bu o demək deyil ki, kosinus mənfi ola bilməz. Məsələn, kosinus mənfi 120 dərəcə. Mənfi yeyəcək olacaq kosinus 120 dərəcə. Biz də bilirik ki, kosinus 120 dərəcə neçənci rübə düşür? 2-ci rübə. 2-ci rübədə kosinusun cavabı nə alınmalıdır? Mənfi. Kim əzbərdən bilirsə kosinus 120'də alır. Mənfi 2'də 1. Kosinus 120'nin qiyməti mənfi 2'də 1. Qiymətlərin də cədvəlini əzbərləmək lazım. Ümumiyyətlə, trigonometriyanın əsas açarı başa düşməklə yanaşı əzbərdir. Çox əzbərləmək lazım. Ona görə uşaqların xoşuna gəlir. Biz həm izah edirik, əsaslandırırıq fikrimizi, amma bu fikirləri əsaslandırsan belə, hər şeyi başa düşsən belə, əzbərdən bilmirsənsə, imtahanda başdan çıxartmağa çox vaxt gedəcək. Çox vaxt gedəcək. Keçdik. Bunları dedik. Növbəti ad. Funksiya qrafiklərinə baxan adam nə görür? Bəli. Kosinus mənfi 120'ni. Buradakı mənfi var. Mənfinin 7 kosinus. Qaldı kosinus 120. Kosinusun 120 dərəcədə aldığı qiymət mənfi 2'də 1'dir. Kosinus məsələn 60'da müsbət 2'də 1 alır. Kosinus 300'də müsbət 2'də 1 alır. Qiymətlərini əzbərdən bilməklə. Burada ya çevirmə düsturu istifadə eləməlisən, ya da əzbərdən bilməlisən qiyməti. İstənilən qiyməti əzbərləmək olar orada. Amma hər halda. Ümid edirəm ki, çatdı fikir. Keçək. Yəni, bunun cavabının mənfi olacağını mən əvvəlcədən hardan gördüm? Dedim ki, 120 dərəcə neçənci rübə düşəcək? 2-ci rübə. 2-ci rübdə kosinus hansı işarəyə malikdir? Yəni, bu əvvəlcədən də bilirdim ki, cavab nə çıxasıdır? Mənfi çıxasıdır. Yaxşı. Bu funksiyanın 0-dan 2pi'yə olan hissəsinə baxsan, bunu buradan qopartsan, gəlib bura qoysan, qopart qoy bura. Görəcəksən ki, funksiya qrafikləri üst-üstə düşür. Eyni şeyi kosinusda bax. 0-dan 2pi'yə olan hissəni qopart, gətir bura qoy. Eynidir. Yəni, funksiyanın grafikində biz nələr görürük? Təkrarlar görürük. Belə funksiyalar dövrü funksiyalardır. Və deməli, sinus x və kosinus x funksiyaları y bərabər sinus x və y bərabər kosinus x funksiyaları dövrü funksiyalardır. Dövrü funksiyalardır. Bunların da əsas dövrləri T0 əsas dövrüdür. 2pi'dir. İndi hansı halda 2pi götürməyəcəksən? Əgər y bərabərdir sinus omega x, y bərabərdir kosinus omega x-dırsa, dövr 2pi böl modulda omegadır. Məsələn, y bərabərdir sinus 3'də 1 x-da, T0 nə olacaq? 2pi böl 3'də 1. Fikir ver. Lap burada qarşısında 5 sinus olsun. Əmsala baxmırsan artıq. X-in qarşısına baxırsan. 2pi'ni də 3'də 1'ə böldük. 6pi. Və ya deyək ki, y bərabərdir sinus kvadratı omega x ya da kosinus kvadratı omega x-dırsa, onda T0 pi böl modulda omegadır. Pi böl modulda omegadır. Yəni nə deməkdir bu? 2pi yox pi. Məsələn, y bərabərdir 5 kosinus kvadratı x veriblər. Bunun dövrünü tap. Deyəcəm pi böl 1. X-in qarşısına nə deyərəm? 1. Elədir pi. Olsun y bərabərdir mənfi 2 üstə gəl 4 kosinus kvadratı 7x. Və salam pi bölü 7. Bir dənə yerə baxırsan x-in qarşısına. Öz o x-in qarşısına mənfi 7 olsa yenə də 7'yə bölürsən. Çünki düstur nə iləndir? Modullandır.
Hansılara? Bu burada dövrü yaradan bizdə kosinusun baba bu içərisindəkidir. Təkrarı yaradan x-dardır. Eləmi? Bunu da dərk eləyirik. Və y bərabər sinus x və kosinus x funksiyaları haqqında bu qədər. Dayandıraq.